Kim aldı telefonu? Əla. Deməli, dünən burada üzü maskalı oturan həmin o bəyəfəndi, Sənan, yoldaşını axtaran, göy yoldaşı itkin düşübdü, göy yoldaşı qoyub qaçıb. Biz onun xanımını tapdıq, xanım əlaqə saxladı, gəldi. Özü də buradaydı, indi gəlmişdi. Və biz ona dedik ki, qardaş, sən itkin axtarırsan, gəl otur, tapmışam. Qarşılaşır da səndən. Yox, mənə ondan 10 dəqiqəlik görüşdürün. Özü tərzi də bu cürədir. Deyirəm, qardaş, fərqi nədir ki? Adam axtarmırdın, elə bir studiyada oturmuşsan, adam da gəlib də, buradadır. Xanım gəlib mi? Gətirin bura xanım. Sənan Qasımov, xanımı gəlsin bura studiya. Gəlsin. Görək niyə qaçıb bu xanım. Gəlsin, indi görəcəyik də. Salam Lamiyə, xoş gəldiniz. Keçin, əyləşin, zəhmət olmasın. Siz yəqin ki, itkin deyildiniz də. Qaçmamışdınız, qaçmışsınız. Mikrofona zəhmət olmasa. Qaçmısan? Qaçmışam da, evdən qaçmışam. Onun əlindən qaçmısan? Neynirdi qızım? Döyürdü, bu adamın başında çatmır da, bu başında qəribə şeylər uydurur, döyür. Əslində məndə də var, mən də öz səhvimi də boynuma alıram. Ağlına gələni danışır, sakit dura bilmirəm, cavab qaytarıram, döyür. Mən bayaq ona gördüm burada, o telefonu götürdü, qaçdı buradan. Sənin telefonuydu, biz aldıq ondan o telefonu. Aldıq. Burada bir telefon var idi, sənə aid telefonuydu da. Arxası zərlidir. Hə, onu qoymuşduq ora, o bildi sənin telefonundu, tanıdı. Təsəvvür eləyin, bizim gözümüzün qabağında telefonu götür, qaç. Sən burada necə düzdür, onu saxlamadıq biz. Özü hara gedir, getsin. Allah yolunu açıq eləsin. Mənə maraqlı deyil o da. Götürdünüz amma telefonu. Hə? Götürdünüz telefonu. Bizdədir. Sənin telefonun bizdədir, narahat olma. Mikrofon yaxşı. Ayağın niyə əsir sənin? Çox qorxursan ondan. Qorxum, canımı qurtarmışam da. Bəs uşağın? Uşağım əslində qaçdım, çıxdım, getdim. Fikirləşdim ki, qoy bir dənə bundan canımı qurtarım. Çünki bu zülüm ömrümün axırına kimi davam eləyəcək. Xanım, Hava ara sakitləşər, axtarışı dayandırar. Ondan sonra gələrəm, məhkəməyə verərəm, uşağımı alaram. Zalmam, icazə versəydiniz. Sən gözünün altında göy var, təzə çəkilir. Gözümün altında da var, buram partlamışdı. Qaşımın üstündə də göy var. Nəylə İndi döymüşdün? neçə gündür göyərti gedib, saraltılar qalıb. Sən öz doğmalarına gəlib sığınmışdın da, başqa bir yer. Yox, ümumiyyətcə heç bilmədiyim, tanımadığım, əsl o ki, başdan canımı qurtarım, mən Bakıda tapmasın bu. Hər olur olsun, çıxım gedim, mən öz başımın çarəsinə baxacam. Yerdə tapacam, qalmağa işdə tapacam. Çünki mən belə insanam da, mən hara getsəm, mən yolumu tapıb yaşaya bilən insanam. Yəni qabiliyyətlisən, bacarıqlısan, özünü iş tapa bilirsən. Elə şeylərdən qorxacağım yoxdur ki, ay gedərəm küçələrdə qalaram, ay nə bilim nətər olar. Yəni biz sənin çalışdığın restoranla əlaqə saxladıq. Dedilər ki, çox yaxşı işləyib burada. 10 günə gəldi. Yəni belə dişli dırnaqlı bir insandır da, yəni bacarıqlı bir qızdır. O şeyə həmin momentin Həmin anda şeyə baxdım internetdə də, YouTube-da baxdım. Deyir xadim işləyir. Mən ömür boyu xadim işləməmişəm. Mən elə ancaq ofisiant, tərzi işləmişəm, ofisiant işləmişəm. ofisiant işləmisiniz. Nə olar ki, istəyəndə işləyirsən, çörəyini qazanırsan da. Burada nə var ki, ofisiant işləmək nə pisdir ki? Yəni bursa o xadim işləyib deyə tanıtmağa nə aidiyyəti var? Tamam, Gülnar xanımın bir sualı olacaq. Mənim, Paralel ikimizin də. İcazə Mənim bir versəniz. sualım var xanıma. Evdən çıxma səbəbini nə dediniz xanım? Deyirsiniz niyə çıxmısınız evdən? Şiddət Mikrofona, göstərildi. Sonuncu dəfədə çıxmağınızın səbəbi o olubdur. Bəli. Mən həmişə döyülməyin muzbatından qaçmışam. 2 dəfə də polisə müraciət eləmişəm. Bir dəfə Qaraçuxurdakına nömrə 32-də 34-dür. Ora Polisə müraciət eləmişəm. eləmisiniz. Bir dəfə 102-yə müraciət eləmişəm. Adı nədir bu xanımın? Çağırırdılar, ərzə yazdırırdılar. Aydındır. Qabağıma kağızlar tökürdülər, imzalatdırdılar. Sonra siz qaydırdınız da, hə? Ərzəvizi geri götürdünüz, razılaşırdınız, barışırdınız, geri qaydırdınız da. Belə olubdur. Yəni söz verir ki, bir də olmayacaq. Sizin telefonunuzda hər hansı bir məxfi məlumat var? Necə məxfi məlumat, nə barədə? Elə şəxsi məlumatlar da, yəni sizə aiddir. Qarşı tərəf kimsə bilməməlidir. Belə bir məlumat var telefonunuzda. Ola bilər də, telefon şəxsidir, onun içərisində hər şey var. Yox, başqa məsələ Gülnar deyirəm xanım də. məqsədli sual verir. Yəni elə bir şey yoxdur, amma nəyi demək istəyirsiniz deyin. Mənim demək istədiyim odur ki, yəni ola bilsin sizin telefonunuzda belə bir məlumat olsun ki, istəmirsiniz ki, onu kimsə bilsin. Elə bir şey. Oğlan telefonu götürüb qaçmağına görə deyirsiniz. Deyəcəm mən sizə, deyəcəm. Var O yoxsa bilmək yox? istəyir ki, mən kimlərlə danışıram, telefonda nə var, mənim telefon Bəli. nömrəm nədir, o onları bilmək istəyir, ona görə götürüb qaçıb. Və düz doğru vurğulayırsınız. Sizə aid elə bir məsələ var o telefonda? Yox, belə Hansı ciddi ki, məsələ yoxdur. istəmirsiniz ki, o qarşı tərəf bilsin. Daha Yox, doğrusu öyle bir şey onun yoxdur. silmək istədiyi.
Onun sizin telefondan silmək Yox, istədiyi. silmək istədiyi yox. Rafiq bəy, döydüyü bədənimin şəkillər var. göyərtilərin şəkillərini Bəli. çəkib saxlamışdım. Yox, Rafiq bəy, o Onlar ola silmək bilər. istədiyindən əlavədə xanıma aid telefonda nə isə var ki, siz Zaur bəy bildirəndə xanıma ki, telefonunuz yoxdur, xanıma bir əsmə gəldi. Və dərhal Əsmə gələ bilərdi, Yox. içində şəxsi məlumatlardır, Yox, şəxsi telefonlardır. məlumatlar- Mən əvvəl bunun yanında olduğum nömrələri işlətmirəm. Çıxartmışam hamısını. Bəli. Yəni Başqa qorxub bir ki, nömrədə, gedəcək yenə o nömrədə- nömrəm, yenə şəkillərim, O yenə hər nömrədəki şey. Mənim adıma olan nömrələrin hamısını çıxartdıracaq deyə öz adıma nömrə almamışam. Başqasının adınadır. Hal-hazırda olan nömrə, sizin əlaqə saxladığınız nömrə Bəli. başqasının adınadır. Biz onu vermirik, o məxfidir. O biz Və onu verə orada da bilmərik. bundan sonra mənə kömək edən insanlardır. Hüquq Oradakı sahəsində və kontakt kriminalistikada indi Burada hörmətli gizlədəcək, ekspertimiz ortada da bir şey Rafiq bəy də təsdiqləyəcək. Bədən dili deyilən bir şey var. Mən xanımın reaksiyasına baxdım və ona görə əbəs yerə bu sualı vermədim. Xanım da təsdiqləyir ki, bəli, mənə aid məsələlər var, hansı ki o axtarış eləyir telefonun içindəki kimləsə danışmaları ola bilər, yazışmalar ola bilər ki, hansı ki Sənan bəy bunu bilmir. Yox, indi hal-hazırda aydındır. Bu telefonu açmağa çalışırdı. Təbii ki, telefon koddadır, bağlıdır. Onu aça bilmədi, o kilitdədir. Amma hər nə bu mənə aid əşyadır. Bunu kiminsə götürüb qaçmağı nə Təbii ki, ixtiyarı mən var? Televiziyada bu adamın, başqa adamın telefonunu götürüb oğurluqdur da bu. Elə deyil. Bəli, bəli. Bura etibar olunub, bura telefon qoyulubdur. Sən bu telefonu götürüb buradan qaçırsansa bizim gözümüzün ona- qarşısında, deməli sən Zaur bəy, oğurluq Zaur eləyirsən. bəy, biz ona Və haqqa- bizim bu gün rahat-rahat səni 102-yə polisə verməyə ixtiyarımız var. Bəli. Ki tamamilə televiziyanın içərisindən oğurluq edib bu adam. Zaur bəy, o hissəsi mübahisə hissəsi deyil. O təbii ki, siz dediyiniz Bir doğrudur, mənalı. Bir mənalı. O başqadır. Mən sizi başa düşdüm. Sadəcə nə olaraq deyirsiniz. xanımda Mən əslində məndə Rafiq reaksiya bəyin var. dediyini daha çox mənə nə mənada real görsəndi. Sizin dediyinizdə də var o. Amma burada əsas məsələ məni nə ki, məsələn, siz düşünürsünüz ki, Lamiyə onu şantaj eləyir. Yox, yox. Onun əleyhinə olan şəkilləri silmək üçün, materialları silmək üçün, onun əleyhinə, onun qorxduğu materialları qız çünki özünü müdafiə üçün müəyyən materialları saxlayıb, özünü müdafiə eləsin sabah və onu da yaxşı bilir. Onu silmək istəyib. Yəqin ki, qız təsdiq eləyəcək. O indi bura çıxıb da axtarış eləyir. Deyir Xanım, polisə mən vermişəm. dediyimi təsdiq eləyə bilirsiniz? Bəli. Çox sağ ol. Deyir axtarışa polisə vermişəm. Bura çıxıb. Mən evdən çıxanda 2 vərəq kağız yazıb qoymuşam. Deyib ki, kağız yazmışam. Yox, demir. Mən dedim ki, əgər axtarsan, mənə axtarışa versən, dalımca düşsən, mən olan şəkillər var, videolar var. Video yoxdur əslində. Bəli. Döyülməmiş şəkilləri var. Və videonda elə-belə demişdim ki, qardaşına mənə döydüyü, sən mənə döydüyümün videoları, şəkilləri var. Verəcəm Qardaşına- polisə əllə ayaqla gedəsən. Mən dəymə, axtarma. Siz Sənan bəyə məlumat vermişdiniz də getməyiniz Onun barədə ki, qardaşının, məqsədli Gülar xanım gedirsiniz üzr də. istəyirəm, onun qardaşının səni döydüyü, Hə. onun qardaşı da səni döyürdü, Belə gizlətməyin adı yoxdur, içmişdim. sən içmişdin. Hə, bu da bilmirəm söhbəti haralara Mən vurdu, dünən onu çıxartdı. tapmışdım. O dalaşdım, elədim. Qardaşı da oturdu maşına. O dəqiqə başı ikimiz dalaşanda gedir ailəsini də qatır içəri. Bu məsələyə ailəsini də qatır. Sizə mənim bir dənə sualım var, xanım. Vurmuşdu, vurmamışdı. O şimdi göyərtilərim çox idi. Və sənin o Xəsarətlərim 3 çox idi. uşağın da var, hə, Lamiyə, mən bildim. O ayrılmışıq, boşanmışıq. Onlar da vermisən onlara. Ailə qurub, onu burada asmağın adı yoxdur. Məncə. Onu o demişdi, biz demədik yəni. Bizə o deyibdi. O dedi belə O bir şey var. illər qabaq 2021-də olan söhbətdə onu burada asmağın adı yoxdur. Böyükdür uşaqları. Böyüyün 11 yaşı var. Görüşmürsən onlarla. Görmək də istəmirsən. Kim istəməz? Qoymurlar yoxsa. Dəfələrlə getmişəm, qoymayıblar. Bax indi yaşadığın həyat tərzi, ümumiyyətlə bu yaşadıkların sənə xoşdur. Necə Mən görürsən? orada da zülm çəkirdim. Deyir ki, bu gün bədbəxtdən dediyin günə sabahsı gün şükür eləyə bilərsən, xoşbəxt idim deyə bilərsən. Düzdür. Hə, mən deyirdim orada bədbəxtəm, zülm çəkirəm, amma gəlmişəm bu şeyə Bu daha düşmüşəm. bədbəxt bir müddət. Mən Yəni yağışdan çıxdın yağmura düşdün. O günümə mən şükür eləyirəm. Və siz necə oldu ki, onunla ailə həyatı Oradan qurdunuz? çıxandan sonra mən Nərimanovda psixodispanserdə nə qədər müalicə almışam, neçə illər. Birinci ailədən ayrılandan sonra. Hə. Bax Siz niyə necə oldu niyə ki, səncə onunla niyə ailə həyatı? Necə oldu ki, onunla ailə həyatı qurdunuz? Bununla. Mən bununla tanış oldum. Bu Harda tanış oldunuz? taksidə deyəsən? taksidə əslində Taksidə? bilirsiniz necə gəzmək, əyləncə adı ilə tanış olduq. Sonra başladıq bir yerdə yaşamağa. Mən dedim ki, mən kirayə ev axtarıram.
Və istəmirəm də məndən kimsə qalsın, yanımda kimsə olsun. Hə, problem yoxdur, taparam necə istəyirsən Toysuz elə elə olsun. belə tanış oldunuz da, toy elə olmadı da. Heç nə olmayıb, heç nə. Heç nə olmayıb. Bu İndi bir dənə də başladı, gəldi, uşağınız girdi, var da. yanıma başladı məndən yaşamağa, qalmağa. Neçə dəfələrlə onun üstünə qırğın qiyamət Və oldu ki, sizin, mən yaşamaq sizin maddi istəmirəm. köməyinizi mənimsəyibmi? Sizin maddi ona kömək eləmiş? Yəni sənin maddiyatından Hər istifadə şeyi mən eləyirdi. eləyirdim, hər şeyi Zalım mən. Əhməd, cavab verin. Kiraya qalırdıq, mən verirdim. Hər Zalım Əhməd, şeydə dünən maşını mən onun xarab xarakteristik olurdu, eləyəndə bunları maşın demişdimmi? xarab olurdu, mən verirdim. Dəqiqə başı deyirdi, filan şeyə pulum çatmır, pul göndər. Sözdən istifadə eləyirdi də, yəni belə. Belə çıxır da. Sizin Mən başqa özümə bir dənə asıllığınız şalvar var. alanda Başqa qırğın başqa düşürdü, başqa sonra da asıllığınız var. Narkotik Nə falan. var? Yox, Narkotik. siqaretim var. Vərdişləriniz var da, zərərli vərdişlər, içki, siqaret. İçki redki hallarda olur, o daim olmur, o da özünlə istəyir. Amma siqaret psixoloji şeylə başlamışdım, asıllıq. Yəni birinci ailədə niyə belə bir travma yaşadınız ki? Yəni nə idi orada əsas səbəb? Əslində yoldaşım çıxırdı, gedirdi. Mikrofonu. Yoldaşım Bakıda işləyirdi, rayondaydıq da, Şəkidəydik. Çıxırdı, gedirdi, 3 aydan 4 aydan gəlirdi. Atası biraz şey idi, çox incidirdi, çox üstümə gəlirdi. Psixologiyam pozulmuşdu da. Elə bir şey heç nə hiss eləmirdim, hissiyatsız kimi olmuşdum. Uşaqlarını artıq 5 ildir görmürsən də. 5 ildir. Darıxmışsan onlardan ötürü. Bəli, Darıxmısan onlardan ötürü. əlbəttə ki. Heç cəhd eləmisən getməyə, görməyə. Getmişəm, neçə dəfə getmişəm, qoymayıblar. Səndən aliment tələb eləmirlər? Əslində mənim heç nədən heç boşanmağımdan xəbərim yox idi ki, bunlar məni boşayıblar. Çünki müalicə alırdım. Bir vaxt qohumlarımızdan eşitdim ki, bunlar boşanmaya veriblər. Axtardım, araşdırdım, məni boşayıblar. Aliment barədə işinə çıxmamışdı. Sonradan qətnamə əlimə alandan sonra, boşanma kağızını əlimə alandan sonra geyib rayondan. Orada yazılmış ki, alimentdən imtina olunub. Alimentdən imtina yox, sadəcə olaraq qarşı tərəf sizdən aliment tələb etməyibdi. Etməyib, hə. Analıqdan məhrum etməyiblər səni. Yox. Onu edə bilməzlər Bilirsən? var Bir şey bəy. yox. Eləyə bilməzlər. Edə bilməzlər, Aydındır. analıqdan Qısa bir Bundan aradan sonra sonra davam görəcək. eləyəcək. Bu da bir insan taleyidir də, bu da bir qadın faciəsidir də. Bax burada oturan qadınların faciələrinə baxın. 10 ildir öz günüsü ilə bir evdə yaşayır. 10 ildir bir kişi evə qadın gətirib və bu qadına şiddət göstərir və bərabər yaşayırlar o evin damın altında. Bunu hansı qadın götürər? Ya birsiz bir qadın götürmür, bir qadın götürür. Bir götürmür, gedir, başqa şeylər başına gəlir, deyirik ki, pisdir, pis yolun yolçusudur. Biz təhrik eləyirik, məcbur eləyirik, o yola dəvət eləyirik, o yola yönləndiririk. Sonra da deyirik, buna bax, filan kəs də gördün nətər əxlaqsız həyat tərzi yaşadı.